Salam. Gəlin bugün şagirdlərimizin və abituriyentlərimizin daha çox qarışdırdığı və daha çox sual verdiyi məsələlərdən birinə toxunaq. Dümdüz və dümağ sözlərində düm hissəciyi işlənib yoxsa em ünsürü? Bunu fərqləndirmək üçün biz öncəliklə baxırıq ki, em, p, er və s ünsürləri sözün ilk hecası və yaxud da ilk hissəsini götürərək onun üzərinə artırılır və yenidən sözə bitişik yazılır. Məsələn, baxırıq yaşıl sözünə. Bunun ilk hecası olur ya. Bunu da artırırıq. Yam, yaşıl, m uyğun gəldiyinə görə elə bunu artırdıq. Eləcə də bu dümdüz sözündə də görə bilərik ki, biz sözün ilk hecası olan, ilk hissəsi olan, üzr istəyirəm, ilk hissəsini götürdük və üzərinə em ünsürünü artıraraq dümdüz hissəciyini yaratdıq, sözünü yaratdıq. Və biz burada deyirik ki, dümdüz sözü çoxaltma dərəcəsindədir və morfoloji yolla yaranıb. Digər sözümüzə baxaq, dümağ sözündə. Burada isə biz gördüyümüz kimi sözün üzü elə ağ sözüdür. Burada heç bir sözün ilk hecası və yaxud da ilk hissəsi götürülməyibdir. Birbaşa düm artırıldığına görə bu artıq düm hissəcikdir və bu söz sifətin çoxaltma dərəcəsindədir və sintaktik yolla yaranmışdır.